Salam, mən Nəzrin. Bugün sizlərə özümün 10-cu və 11-ci siniflərdə buraxılış və blok imtahanına hazırlaşarkən etdiyim səhvlər barəsində danışacağam. Hansı ki, həmin səhvlər mənim üçün böyük bir problemə çevrildi və mən sonunda istədiyim nəticəni əldə edə bilmədim. Birinci olaraq, bir çox abituriyentin, bir çox imtahan vermiş şəxslərin dediyi bir cümlə olaraq 10-cu sinifi yaxşı dəyərləndirməmək. Bunu bir çoxları deyir və mən özüm də 10-cu sinif olanda tam olaraq onun nə demək olduğunu başa düşmürdüm. Amma 10-cu sinifi bitirəndə və 11-ə başlayanda bunun artıq anlamını həqiqətən başa düşmüşdüm. 10-cu sinif sizin üçün heç bir stres olmayan, rahat keçən bir ildir və bu ili yetəri qədər dəyərləndirmək lazımdır. Sanki 10-cu sinifi 11-miş kimi oxumaq lazımdır. Çünki bu zaman həm siz daha çox potensialınızı ortaya qoyacaqsınız, 11-ə çox bir şey saxlamayacaqsınız, həm də zaten imtahan iliniz deyil, rahatsınız, vaxtınız daha çoxdur və daha çox şey edə bilərsiniz. Ona görə də 10-cu sinifi əlinizdən gəldiyi qədər yaxşı bir şəkildə dəyərləndirin. İkinci olaraq, əgər siz də mənim kimi 10 il boyunca heç bir hazırlıq, məşğələ görməyən və yaxud ümumiyyətlə hazırlığa getmək necə olur, bu haqda məlumat olmayan biri idisə, çox güman ki, adaptasiya problemi yaşaya bilərsiniz. Çünki mən özüm 10-cu sinifdə məşğələyə başlayanda ilk aylarda adaptasiya problemi yaşadım və buna görə də mövzuları oxumaqda istəmirdim, ümumiyyətlə heç bacara bilməyəcəyimi düşünürdüm. Buna görə də digər uşaqlar çıtır-çıtır dərs oxuyarkən mən isə bir addım geridən irəliləyirdim. Bunu səhv olaraq niyə vurğulayıram? Çünki əgər belə bir halla qarşılaşsaz, əmin olun ki, bu düzələ biləcək bir haldır. Yəni müəyyən bir müddət bəlkə də belə olacaq. Amma siz düşünməyin ki, mən artıq bacarmayacağam, mən edə bilməyəcəm. Bu bir mərhələdir və bu mərhələni keçsəz hər şey yaxşı olacaq. Çünki məsəl üçün sizə belə bir misal çəkim. Mən 10-cu sinifdə öyrəndiyim, bir aya öyrəndiyim biologiya mövzusunu 11-də və yaxud da məzun ilimdə bir gün öyrənirdim. Yəni o qədər asan gəlirdi mənə, o qədər o tempə öyrəşmişdim. Ona görə də rahat olacaq. Sadəcə bir müddət belə davam edəcək, amma öyrəşdikdən sonra hər şeyin asan olduğunu görəcəksiniz. Məhz bu səbəbdən 3-cü səhvim də odur ki, anlamadığımı düşünüb dərsləri yola vermək. Anlamadığınızı düşünüb dərsləri qətiyyən yola vermək lazım deyil və yaxud da mövzu üstə mövzu yığmaq lazım deyil. Siz maksimum şəkildə o mövzunu dərindən öyrənməyə çalışın. Haranı anlamırsınız, niyə anlamırsınız, anlamadığınız nədir və yaxud anlamaq üçün nə edə bilərsiniz? Bunların hər birini dərindən öyrənin. Mövzu üstünə mövzu yığmaq, yola vermək, başını buraxmaq qətiyyən lazım deyil. Bunun sonunda peşmanlığını yaşayacaqsınız, ona görə də bu səhvi etməyin. Dördüncü olaraq, mən öz adımdan danışsam, ən böyük səhv olaraq əyani məşğələlərə getməyi görürəm. Bilmirəm, bu insandan insana fərdi olaraq dəyişən bir şeydir, amma mən 10-cu və 11-ci siniflərdə fərdi məşğələyə getmişəm, amma məzun ilimdə onlayn olaraq davam etmişəm və mənim onlayn məşğələlərim, onlayn hazırlaşmağım əyanidən daha effektiv idi. Buna görə də mən düşünürəm ki, indiki ağlım olsaydı, mən ən başdan onlayn olaraq hazırlaşardım. Çünki əyani olanda həm böyük bir vaxtımın hissəsi yolda gedirdi, hazırlaşmağa gedirdi, məşğələdən sonra evə qayıtmağa gedirdi və beləliklə günümün böyük bir hissəsi boş keçirdi. Dərs oxumağa da az bir müddət qalırdı. Amma onlayn məşğələlər zamanı mən həm normal şəkildə həyatı yaşayırdım, yəni yeməyimi yerdim, normal yatırdım və hətta dərs oxuduğum zaman da yemək yeyə bilirdim. Yəni rahat olurdum. Həm də böyük bir hissəni dərs oxumağa ayırırdım, artıq yollarda vaxt bitirmirdim. Növbəti səhvlərimdən biri dərsi məhz müəllimə danışmaq üçün öyrənib getmək. Bu mənim etdiyim ən böyük səhvlərdən biri idi. Xüsusilə mən biologiyanı belə edirdim və sonunda gördüm ki, mən heç nə bilmirəm. Yəni biz dərsi ilk öncə oxumağa başlayanda öyrənirik, amma dərinliyinə qədər öyrənmirik. Sadəcə öyrəndiyimizi, yəni bildiyimizi düşünürük və gedib növbəti gün müəllimə onu danışırıq, hər şey əladır. Amma bunu təkrar etməsək, digər mövzular arasında əlaqə qurmasaq, bir neçə ay keçəndən sonra artıq yaddaşda heç nə qalmadığını görəcəksiniz. Yəni bu sizin bütün öyrəndikləriniz keçici yaddaşda qalıb və əslində ortalıqda heç nə yoxdur. Bunu etməyin. Müəllimə sırf dərsi danışmaq üçün öyrənib getməyin. Dərsi normal şəkildə oxuyun, daha dərindən öyrənin, mövzular arasında inteqrasiya, əlaqə qurun və ən əsası biologiyadan zoologiya bu tip irəliləyir. Zoologiyadan bir mövzu digəri ilə əlaqəlidir. Ona görə də əgər mövzular arasında əlaqə qursanız, həm daha yaxşı yadda qalacaq, həm də sizin öyrənməyiniz bir o qədər asanlaşacaq. Növbəti səhvlərdən biri də sosiala daha çox vaxt ayırmaqdır. Biz əsasən eşidirik, yüksək toplayan uşaqlar deyir ki, mən heç telefon işlətmədim, mən sosial media işlətmirdim. Biz bunu lağa qoyub gülürük, amma bunların bir hissəsi həqiqətdir. Çünki mən 10 və 11-ci sinifdə məzun ilimə nisbətən daha çox sosial vaxt ayırırdım, daha çox telefonla məşğul olurdum və bunun da mənfi təsirini sonunda gördüm. Ona görə də məzun ilimdə maksimum dərəcədə bunu azaltmağa çalışdım. Yəni mən demirəm telefonu ümumiyyətlə həyatınızdan çıxarın. Zaten mən özüm onlayn hazırlaşan biri olaraq mənim üçün bu da mümkün deyil idi. Sadəcə mən görürdüm ki, bu mənim vaxtımı daha çox alır və mən həqiqətən dərslərə vaxt ayıra bilmirəm. Ona görə də istifadəni maksimum dərəcədə azaltmışdım. Bunu da sizə tövsiyə edirəm. Növbəti səhvlərimdən və bir çox abituriyentin etdiyi ən böyük səhvlərdən biri buraxılış yaxınlaşanda bloku dayandırmaqdır. Bunu qətiyyən etməyin. Mən özüm də 11-ci sinifdə buraxılışa 2 ay qalmış bloku tamamilə dayandırdım və full fokus buraxılışa oxumağa başladım. Düşünürdüm ki, buraxılışı yaxşı oxusam, zaten bloka da vaxt qalacaq, hələ 1 ay var və yaxud da 2 ay var.
onu edəcəm, onsuz da əsas buraxılışdır. Amma heç nə düşündüyünüz kimi olmur. Siz buraxılışı nə qədər yaxşı yazsaz da, bloku dayandırsanız, buraxılışdan çıxdıqdan sonra blokla bağlı heç nə yadda qalmadığını görəcəksiniz. Və nəticədə təbii ki, bir işinizi 2 etmiş olacaqsınız. Blok sizə çox ağır gəlməyə başlayacaq. Nəticədə buraxılış bağınız da artıq heçmiş kimi olacaq. Bloku da yaxşı əldə edə bilməyəcəksiniz və nəticəniz də zəif olacaq. Bu səhvi qəti etməyin. Birinci şansa, onsuz da ikinci şans var fikri ilə getmək. Bunu mən də etmişəm, bir çoxları da edir, amma doğru deyil. Yəni bu nə deməkdir? Birinci şansı oxuyarkən, hazırlaşarkən biz düşünürük ki, ikinci şans var. Əgər burada yaxşı nəticə əldə etmədimsə, 2-də onu düzəldərəm. Amma belə düşündüyümüz zaman biz birinci şansda tam olaraq fokuslana bilmirik. Bütün potensialımızı ortaya qoya bilmirik və nəticədə elə də yaxşı bal toplaya da bilmirik. İkinci şansda bəlkə də heç yaxşı olmadı, bəlkə çətin oldu. Nəticədə təbii ki, hər şey zəif olur. Ona görə də siz birinci şansı artıq şans yoxmuş kimi oxumalısınız. Yəni ikinci şans yoxmuş kimi. Bu zaman siz avtomatik beyninizi ona fokuslayırsınız və bütün potensialınızı ortaya qoyursunuz və nəticəniz də əmin olun ki, yaxşı olacaq. Sonra zaten əgər nəsə alınmasa, nəsə problem olsa, ikinci şansa onsuz da hazırlaşacaqsınız. Növbəti səhvlərdən biri, ən azından mənim səhvim, qəbul və modelə o qədər də əhəmiyyət verməmək. Bunu mən 11-ci sinifdə etdim, amma məzun ilimdə maksimum dərəcədə əhəmiyyət verdiyim üçün mənim üçün xeyirli oldu. Yəni belə deyim, qəbul və model hər il təkrarlanan suallardan ibarət olur. Yəni ən azından mən bunu imtahanda gördüm. 11-ci sinifdə şansa hazırlaşanda və şans imtahanı verdikdən sonra gördüm ki, həqiqətən də qəbul və modeldə nə tip suallar varsa, imtahana da əksərən o tip suallar düşür. Təbii ki, mən bunu anlayanda artıq gec idi, ona görə də çox güman ki, məzuna qaldım. Amma məzuna qalanda bu səhvi etmədim və qəbul modelə yetər qədər vaxt ayırırdım. Onların hər birini yaxşı işləyirdim, dəfələrlə işləyirdim. Və səhv eləmirəmsə, ikinci şansda və yaxud da birinci şans idi. Demək olar ki, qəbula düşmüş, yəni əvvəlki illərdə qəbula düşmüş bir sual tam olaraq nöqtə vergülünə qədər yenidən imtahana düşmüşdü. Sadəcə orada deyəsən hidrogen soruşurdular, burada kükürt ya da tam əksi idi. Və təkcə bu sual deyil idi. Bir çox sual biologiyadan, kimyadan, fizikadan əvvəlki illərin təkrarlanmış sualları idi. Yəni təkrar olaraq bu imtahanda da həmin tip suallar var idi. Təbii ki, eynisi olmayacaq, amma demək olar ki, tip olaraq eynidir. Və imtahan sistemi dəyişməyənə qədər, dimin sistemi dəyişməyənə qədər demək olar ki, bir neçə ildə bu şəkildə olacaq. Yenə qəbullar təkrarlanacaq. Ona görə də qəbul işləməyə önəm verin. Sonuncu səhvim səhv və qeyd dəftəri tutmamaq idi. Bunu mən 11-ci sinifdə etməmişdim, amma məzun ilimdə etdim. Proses necə olur? Deməli, siz 2 dəftər tutursunuz. Biri səhv dəftəri, biri qeyd dəftəri olur. Qeyd dəftərindən, məsələn, mən biologiya üçün istifadə edirdim. Hansı ki, bəzi qeydlər var ki, onlar mütləq yaddan çıxır, amma çox lazımlı qeydlərdir və yaxud da bəzən elə mövzularda elə qeydlər olur ki, onlar kitabda olmur, amma daim testlərdə qarşımıza çıxır. Mən onları həmin dəftərdə yazırdım və mövzunu təkrar etdiyim zaman dəftəri açırdım, həmin hissəni də təkrar edirdim. Səhv dəftərinə gəldikdə isə mən bunu açığı son 1 ay qalmış etdim. Qəbul və model işləyəndə, yəni təkrar işləyəndə. Yəni bunu toplularda yoxlamamışam. Amma yoxlasaz bəlkə də effektivliyini görə bilərsiniz. Yoxlamadığım üçün bilmirəm. Mənim etdiyim 1 ay qalmış qəbul və model işləyəndə, hansı ki bəzi tip suallar var ki, onları neçə dəfə işləyirsiniz, işləyin, yenə də siz orada səhv edirsiniz. Yəni alınmır, həll yaddan çıxır. Həmin tip sualları mən səhv dəftərinə qeyd edirdim həlli ilə birlikdə və dəfələrlə o həllərə baxırdım, dəfələrlə işləyirdim. Ta ki mən o həlli tam olaraq anladım, ta ki mən o məsələni nə tip işləmək lazımdır, onu tam bildim və artıq həllə baxmadan sərbəst şəkildə işləyə bilirdimsə, deməli o zaman mən hər şeyi öyrənmişəm demək idi mənim üçün. Bunu mütləq şəkildə yoxluyum. Çünki bəzi abituriyentlər əsasən düzlərinin sayına baxır, səhvlərə o qədər də önəm vermir, amma əmin olun ki, sizi imtahanda yandıran səhvləriniz olacaq, düzləriniz onsuz da zaten düzdür. Ona görə də peşman olmayın deyə məncə bu metodu da yoxlaya bilərsiniz. Nəticə olaraq mənim 3 il ərzində təcrübələrimlə yoxladığım səhvlərim bunlar idi. Və bəlkə də mən bunları etməsəydim, ilk ilindən daha yaxşı nəticə əldə edərdim. Amma gec olsun, güc olmasın deyirəm. Ən azından hal-hazırda mənim üçün qane olacaq bal toplamışam və siz bunu etməyin deyə bu videonu hazırlayıram. Ümid edirəm bəyəndiniz, ümid edirəm bu səhvləri etməzsiniz. Hər birinizə uğurlar, hələlik.